Niyə Azərbaycan güləşində, ümumiyyətlə Azərbaycan idmanında iki qat olimpiya çempionumuz yoxdur? İki qat olimpiya çempionu olmaqdan ötəri bir idmançının üstündə bir heyət çalışmalıdır. Tək məşqçi yox, tək masajist yox və yaxud da tək psixoloq yox. Hər tərəfli həmin idmançı qorunmalıdır. Həm psixoloji baxımdan, həm necə deyərlər, zədə baxımından, hər tərəfli. Siz bilirsiniz ki, bizdə olimpiya çempionu olan idmançılar hamısı mən həmişə nəyə bənzədirəm? Yəni son dövrlərə qədər. Lotos belə bir gül var da, o bataqlıqdan çıxır da o güldə. Olimpiya çempionlarımızı həmişə mən ona bənzədirəm ki, çətin vəziyyətdən, öz xarakterlərindən, öz fitri istedadlarından gəlib olublar çempion. Amma bu bir dəfə ola bilər. Və yaxud da bunu da növbəti 4 ilə daşımaq üçün böyük dəstək lazımdır. Bəlkə işləri pul korlayır, çoxlu pul alırlar ona görə. Fikirləşirəm ki, hardasa sizinlə də razıyam, amma bu hamıya şamil olması məsələ deyil. Təbii ki, bilirsiniz ki, maddiyyat hər bir kəsə lazımdır, o cümlədən idmançıya lazımdır. Biz bugünkü günü idmançılara verilən mükafatlarla bağlı bizim gənc idmançılarla da söhbət edirik. Hər zaman da mən öz payıma deyirəm ki, biz həmin idmançılarla söhbət edəndə mən söyləyirəm ki, bu mükafatlar sizə gələcəyiniz üçün bir avansdır. Gələcəyinizi qorumaqdan ötəri bir avansdır. Ona görə bunu səmərəli istifadə edin, bunu ağıllı istifadə edin. Təbii ki, elə insanlar olur ki, bu pul mükafatından düzgün istifadə eləmirlər. Deyək ki, hər hansı bir əyləncələrə qoşulurlar və yaxud da gedib bir bahalı maşın alıb sürürlər. Və bu da idman karyerasını artıq zəiflətməyə başlayır. Professional idmançı mənim fikrimcə belə şeylərə uymalı deyil. Professional idmançı ona verilən pul mükafatını ağıllı dəyərləndirməlidir və yeri gələndə əgər onu ağıllı istifadə edə bilmirsə, bugünkü gün bizim həqiqətən də dövlətimizin bankları var. Ən azından bu banka bir depozit kimi yatırmalıdır ki, haçan necə deyirlər, həyatı dərk eləyər və yaxud da hər hansı bir Allah uzaq etsin çətin gün olar, onda istifadə edəsin.